Salam əziz analaraq. Bugün çox vacib bir suala birlikdə cavab axtaracağıq. Övladlarımıza əslində nəyi miras qoyuruq? Onlara ötürdüyümüz o əsl xəzinə nədir? Gəlin, bir anlıq bir təcrübə edin, hə? Təsəvvür edin ki, son 2 ayda yaşadıqlarınız bir filmə çəkilib. Bu filmə baxsanız, sizin üçün ən dəyərli xəzinənin nə olduğunu görərdiniz. Yəni, vaxtınız, enerjiniz, fikirləriniz ən çox hara gedib? İşəmi, evəmi, yoxsa bəlkə də tamamilə başqa bir şeyə? Bu əslində ürəyimizin güzgüsüdür, deyilmi? Baxın, müqəddəs kitabda çox dərin bir fikir var. Xəzinə haradadırsa, ürəyin də oradadır. Yəni bu nə deməkdir? Hər gün attığımız addımlar əslində ürəyimizin hansı istiqamətə getdiyini göstərən bir kompas kimidir. Bilirsiniz, istər fərqində olaq, istər olmayaq, hamımız bir xəzinə axtarırıq. Hər günümüzü bu xəzinəni tapmaq üçün qazırıq. Amma problem nədir? Həyatımızda ürəyimizin bir nömrəli xəzinəsi olmaq üçün yarışan o qədər çox şey var ki, bunlar bəlkə də özlüyündə pis şeylər deyil, amma bizi əsas məqsədimizdən, əsl çağrışımızdan yayındıra bilər. Məsələn, ilk yalançı xəzinə maddi əşyalar. Heç fikir vermisiniz? Bəzən fərqinə belə varmadan oğlumuzun qəlbində nələr baş verdiyindən daha çox divana ləkə düşməməsi üçün narahat oluruq. Evimiz isti bir yuvadan çox əl vurmağa qorxduğumuz əşyalarla dolu bir muzeyə dönür. Sanki əşyalarımız uşaqlarımızdan daha qiymətli olur. Sonra başqa bir tələb var. Uğur axtarışı. Karyerada yüksəlmək, daha çox qazanmaq. Bəzən bu, uşaqların valideynlərini heç görməməsi demək olur. Ata onlara oyanmadan işə gedir, onlar yatandan sonra qayıdır. Və zamanla uşaqlar ən vacib formalaşma illərində valideynlərinin yoxluğuna sadəcə öyrəşirlər. Və bəlkə də ən aldadıcı, ən təhlükəli yalançı xəzinə, təəssüf ki, elə xidmətin özü ola bilir. Düşünün, bir valideyn Allahın işini görürəm deyə o qədər məşğul olur ki, öz övladlarına vaxtı qalmır. Uşağın ürəyində isə necə bir hiss yaranır bilirsinizmi? Sanki İsa onların ana-atasını əllərindən alıb. Bu həqiqətən də çox ürək ağrıdan bir vəziyyətdir. Baxın, burada çox vacib bir şeyi anlamalıyıq. Allahın əmrləri heç vaxt bir-biri ilə toqquşmur. Yəni, Allah bizə heç vaxt elə bir çağırış verməz ki, o çağırışa görə başqa bir vacib çağırışımızı, məsələn, ailəmizi ihmal edək. Əgər evdən kənardakı xidmətimiz evdəki məsuliyyətimizə zərər vurursa, deməli problem Allahın planında deyil, bizim öz prioritetlərimizdədir. Dəyərlərimizi yenidən gözdən keçirməliyik. Yaxşı, bu yalançı xəzinələrdən danışdıq, bəs onda əsl xəzinə nədir? Allahın biz valideynlərə verdiyi o doğru yol xəritəsi haradadır? Bilirsiniz, müqəddəs kitab valideynliyə tamam fərqli bir pəncərədən baxır. Valideynlik sadəcə uşağı böyüdüb yaxşı insan etmək deyil. Bu, övladının qəlbini və ruhunu formalaşdırmaq üçün Allahın əlində əsas alət olmaq deməkdir. Bu, ilahi bir çağırışdır və bu böyük işdə siz, əziz analar, əvəz olunmazsınız. Məsələn, Qanunun təkrarı kitabında valideynlərə çox aydın bir tapşırıq verilir. Deyir ki, Allahı bütün qəlbinlə sev və onun əmrlərini övladlarının beyninə yerit. Necə? Evdə oturanda da danış, yolda gedəndə də, yatanda da, duranda da. Fikir verirsiniz. Bu, həftədə bir dəfəlik dərs deyil. Bu, həyatın özüdür. İman, gündəlik həyatın bir parçası olmalıdır. Əgər əsl çağırışımızın bu olduğunu anlasaq, bu bizim valideynlik üslubumuzu da tamamilə dəyişir. Bizi qorxu ilə idarə etməkdən lütflə əlaqə qurmağa aparır. Hamımıza tanış olan bir cümlə var, deyilmi? Çünki mən belə dedim. Bu, qorxuya əsaslanan tərbiyə metodudur. Bəli, bəlkə o anlıq itaət gətirər, amma uzun müddətdə uşağın qəlbini qazana bilməz. Və bir anlıq düşünək, əgər tərbiyədə istifadə etdiyimiz yeganə alət qorxudursa, o qorxu aradan qalxanda nə olacaq? Övladımız böyüyüb bizdən qorxmayanda, itaət də onunla birlikdə yox olacaq. Çünki əslində biz onun ürəyini deyil, sadəcə qorxusunu idarə etmişik. Bunun alternativi isə lütfə əsaslanan tərbiyədir. Yəni, qaydaları izah edərkən mən belə dedim yerinə, çünki Allah xeyirlidir və sənin üçün gözəl bir planı var deməkdir. Burada məsələ artıq qanun deyil, Allahın sevgisi və lütfüdür. Bu, hər anı bir xidmətə çevirmək deməkdir. Məsələn, uşaq niyə deyə soruşur. Ona hədə qorxu gəlməyə əvəzinə, onu sevən Allahdan danışırsan. Ona qanunun sərtliyini göstərmək əvəzinə, Allahın lütfünü göstərirsən. Onu bir hakim ilə qorxutmaq əvəzinə, bir köməkçi və dostla tanış edirsən. Və unutmayın, övladınızın həyatında əsas ruhani bələdçi olmaq, bu yalnız və yalnız sizə verilmiş əvəz olunmaz bir roldur. Baxın, kilsə sizin tərəfdaşınızdır, amma sizi əvəz edə bilməz. Məktəb sizə dəstəkdir, amma sizi əvəz edə bilməz. Hətta dövlət sizi qoruyur, amma o da sizi əvəz edə bilməz. Çünki Allah övladınızın ruhunu formalaşdırmaq üçün
əsas alət olaraq məhz sizi seçib. Bu sizin rolunuzdur. Və bir şeyi də heç vaxt unutmayın. Allah sizi bu rola təyin edərkən səhv etməyib. Bu məsuliyyət sizə təsadüfən verilməyib. O, özünü sizə ona görə göstərdi ki, siz də onu övladlarınıza göstərə biləsiniz. Siz bu iş üçün seçilmisiniz və təhciz olunmusunuz. Beləliklə, yekun olaraq, məsələ mükəmməl valideyn olmaqda deyil, məsələ lütfü ən yaxşı şəkildə ötürən valideynlərin əslində özlərinin o lütfə nə qədər möhtac olduğunu bilənlər olmasıdır. Yəni, başqasına verə bilmək üçün gərək əvvəlcə özün qəbul edəsən. Bəlkə də bugün özümüzə verməli olduğumuz ən vacib sual budur. Mən özüm Allahın lütfünü hər gün qəbul edirəmmi ki, onu övladlarıma da ötürə bilim?